Başlayaq dərsimizə. Əl işarəsi qaldıranlarla başlayacağam. Aytən müəllim, adınız siyahıda birincidir, sizlə başlayıram. Yaxşı, müəllimə, buyurun. Aha, inklüziv təhsil nədir? Ümumiyyətlə, siz Ə, mənə deyəcəksiniz inklüziv təhsilin mənasını və xüsusiyyətini. Amma belə ə, qısa izah eləyək. Mənim inklusiv təhsil fransız dilində inclusive özünü daxil edən, deməli İtalyan dilində isə daxil edirəm deməkdir. Ümumiyyətlə təhsilin hamı üçün əlçatan olması deməkdir inklusiv təhsil. Hı -hı. Təhsilin hər kəs üçün əlçatan olması. Bəzən mən sual verəndə inklüziv təhsil nədir? Çox vaxt deyirlər ki, SIM uşaqların, yəni sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan təhsil. Bu biraz yanlış ifadədir. Sadəcə SIM uşaqlar üçün deyil. Yəni bütün uşaqların, həm sağlam uşaqların, həm də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsil ala bilməsi inklüziv Bəli. təhsildir. Yəni çünki çox vaxt bəzi müəllimələr bunu səhv salır. Hətta testlərdə belə səhv götürürlər ki, yəni sadəcə sağlamlıq imkanları məhdud uşaqların təhsilini Hətta nəzərdə müəllimə tutur. inklusiv uşaq deyirlər, sağlam incəlik Aha. uşağın sinonim kimi inklusiv uşağı deyirlər. Onlar amma Ümumiyyətlə səhv inklüziv uşaq anlayışı yoxdur. İnklüziv təhsil anlayışı var, amma inklüziv uşaq anlayışı yoxdur. Belə bir şey yoxdur. Bu uşaqlara biz sağlamlıq imkanları məhdud uşaqlar deyirik. Çox vaxt düz deyirsiniz Aytən müəllimə, mənim də rastıma çıxıb bəzən olur ki, inklüziv uşaq, bizim qrupda məsələn inklüziv uşaq var, belə bir ifadələr istifadə edirlər. Bu düzgün ifadə deyil. İnklüziv təhsil var, amma inklüziv uşaq anlayışı yoxdur. Və dedik ki, inklüziv təhsil nədir? Hər kəs üçün. Bax, bu hər kəsin içində həm sağlam uşaqlar, həm də sağlamlıq imkanları məhdud uşaqlar var. Hər kəs üçün təhsilin əlçatan olması. Bəs yaxşı, inklüziv təhsil deyir ki, yəni bunun şərti odur ki, hər kəs üçün təhsil əlçatan olmalıdır. Bəs yaxşı, ideologiyası nədir? Nələri nəzərdə tutur? Özünə nələri daxil edir? Müəllimə, inklusiv təhsilin prinsipləri var. Müəllimə onu soruşdu, yəqin ki. Aha. İnklusiv təhsildə deyir ki, yəni insanın dəyəri onun nailiyyət və qabiliyyətlərindən asılı deyil. Bütün insanlar bir-birinin üçün vacibdir. Yəni hər bir insan öz həmyaşıdının dostluğuna, onların həmrəngiliyinə, onun necə deyim, onun dəstəyinə ehtiyacı vardır və bütün insanlar bir-birinə lazımdır. Yəni hər kəsin özünün xüsusi, yəni hiss etmə və düşünmə qabiliyyəti vardır. Yəni hər bir insanın ünsiyyət hüququ vardır və onlar dinlənilməlidir. Və ümumiyyətlə həqiqi təhsil isə yəni real münasibətlər əsasında mövcud olur. Yəni əsasən münasibətlər əsasında təhsil alınmalıdır və həmçinin uşaqların inkişafı, onların formalaşması bilik və bacarığından asılıdır və onlara bilik bacarıq verilməlidir. Və həmçinin insanlar müxtəlif olacaq. Yəni insanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. Bax, bu nə deməkdir? İnsanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. Necə izah eləyərsiniz bunu? Bax, deyir ki, bütün insanlar müxtəlifdir. Hər insanın müxtəlif xüsusiyyətləri var. Hər insanın, yəni müxtəliflik deyəndə nə nəzərdə Yəni bir tutulur? insan oxumağı yaxşı bacarır, bir insan Hı dülgərliyi hı, yaxşı bacarır, bir hı hı, insan rəssamlığı yaxşı bacarır, bir insan aha, müəllimliyi yaxşı bacarır, bir insan natiqliyi gözəl. Hər bir insanın aha. xüsusi bacarığı var və bu da həyat da dünya da elə bir dünyadır ki, yəni bütün insanlara ehtiyacı vardır. Yəni hər bir insanın bacarığı sayəsində dünya ayaqda durur. Yəni ona görə də yəni bütün insanlara ehtiyacı vardır. O deməkdir. Düzdür, düzdür. Bax bu, yəni hətta, yəni burada nəzərdə tutur ki, sağlamlıq imkanı məhdud uşağın, yəni bir məhdudiyyəti varsa, bu o demək deyil ki, onun heç bir bacarığı yoxdur və o heç bir şey inkişaf etdirməyəcək, həyata heç bir qatqısı olmayacaq. Təbii ki, olacaq. Məsələn, elə uşaqlar var ki, məsələn, görmə əngəllidir, amma çox xüsusi bir bacarığı var və yaxud eşitmə əngəllidir və yaxud əlində, qolunda hər bir harasındasa bir problemi ola bilər və yaxud da avtizmli uşaq ola bilər. Diqqət əksikliyi olan uşaq ola bilər. Yəni bu demək deyil ki, bu uşaq cəmiyyət üçün yararsızdır. Əksinə bu uşaq cəmiyyət üçün yararlıdır və bu uşağın da cəmiyyətə qatacağı bir şeylər var. Sadəcə inklüziv təhsilin də elə məqsədi budur ki, bu uşağın inkişaf etdirmək, bu uşağın potensiallarını görmək və bu uşağa fərdi şəkildə yanaşmaq. Fərdiyyətdə nə deməkdir? Təlimin təşkilinə verilən tələbimiz var idi, differensiallaşdırma və fərdiləşmə. Bax, inklüziv təhsildə də ən çox nəzərə alacağımız şeylərdən biri budur. Fərdiliyi nəzərə
nəzərə almaq, uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq və deyir ki, yəni bütün uşaqlar müxtəlifdir, bütün insanlar müxtəlif və bu müxtəliflik hər sahəni inkişaf elətdirir. Yəni təsəvvür eləyin ki, dünyada rəsm qabiliyyəti olmayan bir insan olsa necə olar və yaxud da musiqi qabiliyyəti olmayan bir insan. Aytən müəllimə, inklüziv təhsil, yəni təbii ki, inklüziv təhsil olaraq qarşımıza çıxmayıb. Yəni birdən-birə bu yaranmayıb. İnklüziv təhsil mərhələlərdən keçib ki, bir neçə Bəli. mərhələlərdən keçib. Hansı mərhələlər idi bunlar? Müəllimə, bunlar ilk öncə diskriminasiya mərhələsidir. Diskriminasiya yəni həyatdan uşaqlara cəmiyyətin təcrid olunma mərhələsi sayılır. Hətta Aristotel belə tanıdığımız, yəni Aristotel o belə deyir ki, yəni sağlamlıq imkanı məhdud olan uşaqlar cəmiyyətə yararsız uşaqlardır və o vaxt insanlar Hı-hı. yəni belə uşaqları qayadan yerə atırdılar, qayadan tullayırdılar aşağı. Yəni sonraki gəlir segregasiya mərhələsidir və bizim tanıdığımız tibbi model mərhələsidir. Hardasa 20-ci əsrin 60-cı illərinə qədər bu hələ də öz dəbində dururdu, yəni öz modunda saxlayırdı. Ondan sonra 20-ci əsrin ortalarından başlayaraq 80-ci illərə qədər isə normallaşdırma modeli və ikinci adı isə inteqrasiya modeli deyirlər. Segregasiya modeli onu deyim ki, məsələn burada uşaqlar deyir ki, xüsusi məktəblərdə və yəni evlərdə yəni cəmiyyətə yeni təcrid olunma kimi, amma tam olunmasa da, yəni yenə də uşaqlar cəmiyyətə inteqrasiya oluna bilmirdilər. Son gələcək inteqrasiya modeli, normallaşdırma modelidir və uşaqları eyni məktəbin içinə daxil olurdular, amma yenə də birlikdə sinifə daxil ola bilmirdilər. Amma sonra gələcək, yəni bir sinifin içərisində həm sağlam uşaq, həm də sağlamlıq imkanı məhdud olan uşaqlarla birlikdə gəldi inklüziya deyirlər. Bu dövr isə artıq 20-ci əsrin 80-ci illərində bütün dünyada artıq yer tapmışdı ki, yəni bütün uşaqlar bir sinifdə təhsil ala bilərlər. Deməli, inklüziv təhsil 4 mərhələdən keçdi və birinci mərhələsində ümumiyyətlə uşaqlar təhsildən kənarda qalırdılar. Nəinki təhsildən kənarda qalmaq, hətta bu uşaqlara, yəni qətiyyən dəyər verilmirdi. Siz də düzgün vurğuladınız burada. Bu da diskriminasiya mərhələsi adlanırdı ki, yəni bildiyin uşaqları bütün cəmiyyətdən belə təcrid olunurdular, nəinki təhsildən təcrid olunmaq. İkinci mərhələ düzgün vurğuladınız, seqregasiya mərhələsi idi ki, uşaqlar ya xüsusi məktəblər olurdu, yəni bu uşaqlar üçün xüsusi məktəblər tikilirdi ki, bu uşaqlar xüsusi məktəblərdə təhsil alırdılar, ya da evlərdə təhsil alırdılar. Qətiyyən sağlam uşaqlarla bərabər bir mühitə buraxılmırdı bu uşaqlar. Və üçüncüsü inteqrasiya. İnteqrasiyanı biz əvvəlki dərslərimizdə də keçmişdik. Yəni inteqrasiya etmək, əlaqələndirmək mənasına gəlir bu. Artıq uşaqlar nə edirdilər? Yavaş-yavaş sağlam uşaqların olduğu ortamlara, cəmiyyətlərə yəni daxil olurdular daha doğrusu. Yəni düzdür, daxil olsalar belə, məsələn, eyni məktəb belə olsa ayrı-ayrı otaqlar olurdu da. Sağlam uşaqlar üçün ayrı otaq olurdu, amma sağlamlıq imkanları məhdud uşaqlar üçün yenə də ayrı bir otaq, ayrı bir sinif olurdu. Və bundan sonra da artıq yarandı inklüziya, yəni bizim bildiyimiz inklüziv təhsil. Bu da artıq bütün uşaqların eyni sinifdə təhsil alması, eyni qrupda təhsil alması. Bəs Aytən müəllimə, sizcə bu çətinliyi yaradarmı bir tərbiyəçi müəllim üçün sağlamlıq imkanı məhdud uşaqla sağlam uşağı bərabər təhsilə cəlb etmək? Müəllimə, təbii ki, çətinliyi ola bilər, söz yox. Amma yəni hər bir müəllim üçün bu əslində biraz çətin olsa da bunun öhdəsindən gələ bilər. O şərtlə ki, məsələn biz var ki, tutaq ki, uşaq bağçaya gəlib, indi 5-10% deyirlər. İndi hər qrupa isə bir uşaq daxil olur, sağlamlıq imkanı. Məsələn 20 uşaqdan bir uşaq sağlamlıq imkanı məhdud uşaq gələ bilər əslində. Məsələn bu gəlib xəstəxanada diaqnoza keçdikdən sonra və uşağın artıq hansı səviyyədə olması, orta səviyyə var. Yəni hər bir dərəcənin özünün səviyyələri var. Məsələn, autizm spektri pozuntusu olan uşaq var ki, hər üst dərəcəsi var ki, bu dərəcənin əgər yüngül forması gəlir bağçaya. Yəni orta və çətinlik isə biraz çətindir müəllimcə və bundan xüsusi məşğuliyyət görürlər. Asan forması belə, yüngül forması gəlsə də xüsusi mütəxəssis cəlb olunmalıdır ki, müəllimin yanına. Çünki müəllim 20 uşağın içərisində ona da xüsusi vaxt ayırmağı da çətin ola bilər. Təbii ki, mütəxəssislə birlikdə, yəni bu işin öhdəsindən gəlmək daha asandır. Mən belə başa düşürəm. Yaxşı, bəs sağlamlıq imkanları məhdud uşaqlarla məşğul olan mütəxəssis necə adlanır? Ben lakatet nitq kusurları olandır. Defektologiya fizik kusurları olanlardır. Bir də ki, Əqli. sahələri var. Onlara Defektologiya həm fiziki, həm əqli geriliyi olan uşaqlarla işləyən mütəxəssisdir. Loqoped isə nitq qüsurlu uşaqlarla işləyən mütəxəssis adlanır.
Yəni bununla bərabər eyni Bəli. zamanda psixoloqun da köməyindən istifadə etmək lazımdır. Yəni düzdür, təbii ki, tərbiyəçi müəllim üçün hər hansısa bir çətinlikləri ola bilər, amma yəni hal-hazırda inklüziv təhsil olduğuna görə biz bu uşaqları deyə bilmərik ki, mənim yanımda köməkçi yoxdur, bir mütəxəssis yoxdursa mən bu uşaqla məşğul olmayacağam. Belə bir şey yoxdur. Ona görə də məşğul olmalıyıq və necə məşğul olarsınız? Məsələn, bu uşaq üçün neyniyərsiniz? Təbii ki, müəllim, onların da xüsusinin deməli təlim planı var. Xüsusi fərdi təlim planı var ki, bu plana əsasən deməli diaqnoz qoyulduqdan sonra bu təlim planı əsasında mən uşağa təlim keçirəm. Təbii ki, asanlaşdırma metodu ilə. Yəni ki, o tapşırıqları bölmə, yəni hər bir baxır hansı uşağın qavrama qabiliyyətinə. Məsələn, onlar tapşırıqlar bölmə hissəsi ilə, məsələn, tutaq ki, görmə əlilliyi olan uşaqlar üçün xüsusi təlim təşkil etmək, eşitmə əlilliyi olan uşaqlar üçün, yəni hər bir uşağın xüsusi təlim, fərdi təlim həyata keçirməsi var ki, Fərdi onlar təşkil təlim planı edilir. mütləq şəkildə düz deyirsiniz. Əgər sağlamlıq imkanı məhdud uşaq varsa qrupda, mütləq şəkildə fərdi təlim planı qurulmalıdır həmin uşaq üçün və o formada məşğul olunmalıdır. Orada vurğuladınız ki, görmə əngəlli və yaxud da eşitmə əngəlli uşaqlar ola bilər ki, onlar üçün təlim planı qurarsınız. Qrupunuzda eşitmə əngəlli, daha doğrusu zəif eşidən uşaq var. Yəni tam eşitmə əngəlli deməyək buna. Onun məşğələdə tapşırıqları necə deyim, daha yaxşı mənimsəməsi üçün, daha yaxşı qavraması üçün, məsələn, bir tərbiyəçi müəllim olaraq nə edərsiniz? Bəli, görmə əlilliyi olan uşaqlar üçün təbii ki, əvvəlcə biz ona eynəyin Eşitmə yox, eşitmə əlilliyi. Yəni eşitmə əlilliyi. qulağında zəifliyi olan uşaq üçün. Eşitmə əlilliyi olan uşaqlar biraz daha həssas uşaqlardır. Yəni yüksək səs-küydə daha özünü həyəcanlanırlar, özünü təhlükəli mühitdə hiss edirlər, daha zəif eşidirlər və onda da baş gicəllənməsi, baş ağrısı daha çox özünü göstərir. Yəni eşitmə əlilliyi olan uşaqlar üçün təbii ki, aparat taxılmasına önəm verirəm. Yəni birinci həkim tərəfindən aparat taxılmasına yoxlayıram. Ondan sonra isə onları daha yaxında otuzduram və sinifdə sakitliyi bərpa edərəm və həmçinin onlara üçün tapşırıqları bölərək verərəm və onun eşitməsini daha yaxşı təmin edərəm. Tapşırıqları daha çox audio formada verərsiniz, yoxsa vizual Aha. formada? Təbii ki, vizual formada müəllim. Çünki onların eşitməsi zəif olduğu üçün daha çox vizual formada görməsinə üstün verirəm, daha yaxşı görməsi üçün. Düzdür. Yəni daha çox vizual formalı materiallardan istifadə etmək lazımdır ki, bu uşaqlar daha yaxşı məşqdə iştirak eləsinlər və daha yaxşı mənimsəsinlər dərsi. Bir də siz mənə deyin, inklüziv təhsilin inkişafı üçün dövlət proqramı təsdiq edilib və bu dövlət proqramı neçənci ildə təsdiq edilib? Müəllimə, deməli İlham Əliyev tərəfindən 3 fevralda 20 nömrəli qərar əsasən 2005-2009-cu illərdə 2005-ci ildən başlayıb ki, bu sağlamlıq imkanı məhdud olan uşaqların təhsilin təşkili üzrə inkişaf proqramıdır. Sonra məktəbə sağlamlıq imkanı məhdud olan uşaqların təhsilin inkişafı üzrə dövlət proqramı 2018-2024-cü ildə verilmişdir. Və ondan əvvəlki dövrdə təbii ki, o Konstitusiya 1995-ci Azərbaycan Konstitusiyasında öz əksini tapmışdı. 2009-cu ildə təhsil haqqında Azərbaycan Respublikasının qanunu da öz əksini tapmışdı. Bu yerli baza adlanır təbii ki. Beynəlxalq bazada da öz əksini tapıb inklüziv təhsil haqqında. Və dövlət proqramı da, inkişaf üçün dövlət proqramı da 2018-2024-cü illəri əhatə eləyir dediniz. Amma sənəd olaraq təsdiq edilmişdi ki, yəni bu sənədin hazırlanması üçün, yəni təsdiq verilmişdi 2017-ci ildə və əhatə eləmişdi 2018-2024-cü illəri. Necə vermə 2017-ci ildə üzr istəyirəm, uşaqlar qoymadı. 2017-ci ildə mən təsdiq edilmişdi sənəd, hansı ki, inklüziv təhsilin inkişafı üçün dövlət proqramı 2017-ci ildə təsdiq edilmişdi və əhatə eləyəcəkdi 2018-2024-cü illəri. Deməli, dövlət proqramı 2017-ci ildə hazırlanıb Artıq təsdiq edilib, artıq hazırlanıb, təsdiq edilib və o sənədə görə artıq bu 2018-2024-cü illəri əhatə etməli idi. Bayaq bir də dediniz, inklüziv təhsilə görə bir qrupda neçə uşaq təhsil ala bilər? Deməli, 5-10% edirsə, 20 uşaqsa qrupda bir uşaq düşəcəyini. 1 və ya 2. Bir, yəni maksimum 2, yəni bundan artıq uşaq olmamalıdır. Yəni inklüziv görə bundan artıq uşaq məsələn ola bilməz.
Yaxşı, çox sağ olun Aytən müəllimə. Sizin dərslə bağlı bir sualınız varmı? Çox sağ olun mənim bacım. Uşaqlar da cinsən bilmir. Cin çatdırım. Sağ olun. Kəmalə müəllimə, siyahıda adınız var, əl qaldırmısınız. Sizlə davam eləyək. Kəmalə müəllimə. Kəmalə müəllimə səsi aça bilmirsinizsə, başqa müəllimə ilə davam eləyəcəm. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Kəmalə müəllimə, siz də bizə deyin, inklüziv təhsilin neçə modeli var? İnklusiv təhsilin 2 modeli var. Hı -hı. Tibbi model və sosial model. Hı -hı. Tibbi model və sosial model. Deyin görək tibbi model özünə nələr daxil edir? Ümumiyyətlə tibbi model nədir? Tibbi modeldə uşağın qüsurlu olması ön planda olur. Damğa vurulur ona. Onların fərdi ehtiyacları nəzərə alınmır. Xəstəlik, terapiya, bunlar açar sözləridir. Hı -hı. Bəs sosial model? Sosial model isə onlardan fərqli olaraq cəmiyyətə adaptasiya olması üçün çalışırlar. Onların dəyərli olduqları göz önündə olur həmişə. Hı -hı. Maneələrin dəf edilməsi desəm, bu hansı modelə aid olar? Sosial model əlbəttə. Hı -hı. Bəs yaxşı uşağın qüsurlu olması, Bu isə tibbi modeldir. nəticə yönümlü müəssisənin, nəticə yönümlü fəaliyyətin təşkili hansı Bu da, modeldir? bu da sosial modeldir. Hı -hı. Bəs yaxşı, seqreqasiya desəm, seqreqasiya hansı modelə aid olar? Diskriminasiya modelindən sonra seqreqasiya modeli gəlir. Hı -hı. Diskriminasiya tam daxil, yox, bu çox ağır vəziyyətdə olan uşaqlarda bunlar daxil olunmur və təhsilə. Onlar təhsildən kənarda qalır. Seqreqasiyada isə xüsusi məktəblərdə və yaxud da evlərdə təhsil alırlar uşaqlar. Hı -hı. Yaxşı, indi bu seqreqasiya mərhələsi hansı modelə aid olar? Tibbi modelə. Hı -hı, mütləqdir ki, tibbi modelə. Çünki burada da artıq uşaqlar ayrılırdı sağlam uşaqlardan, fərqləndirilirdi və uşaqları qoymurdular ki, sağlam uşaqların olduğu mühitə daxil olsunlar, onlarla bərabər təhsil alsınlar. Ona görə də bu da aid olur tibbi modelə. Eyni zamanda diskriminasiya da aid olar tibbi modelə, seqreqasiya da aid olar. Amma inklüziya desəm, inklüziv təhsil desəm bu olacaq. Bunlar isə sosial modeldir. Bu olacaq. İnklusiyada isə inteqrasiyada uşaqlar eyni məktəbdə təhsil alırlar sağlam uşaqlarla bərabər. Yalnız ayrı siniflərdə. Hı -hı. Ancaq inklusiyada isə eyni sinifdə sağlam uşaqlarla bərabər təhsil alırlar. Hı -hı. Uşağın fərdi ehtiyaclarının nəzərə alınmaması hansı modelə aiddir? Tibbi modeldə nəzərə alınmır. Ancaq sosial modeldə isə nəzərə alınır. Hı -hı. Pozuntuların terapiyası, uşaqlarda olan pozuntuların terapiyası. Pozuntuların terapiyası sosial modeldə olur. Pozuntuları ön planda saxlamaq isə tibbi modeldə olur. Yox, belə deyim, pozuntuların terapiyasını nəyə görə sosial modelə götürürsüz? Müalicə olunub cəmiyyətə adaptasiya olurlar. Hı -hı. Belə deyim, sadəcə pozuntuların terapiyası üzərində qalmaq, bunun üzərində işləmək tibbi modelə aiddir. Çünki diaqnoz qoymaq, müalicə etmək, uşağın pozuntularının, qüsurlarının üzərində dayanmaq, sadəcə onları terapiya eləmək tibbi modelə aiddir. Doğrudur. Hı -hı. Hər bir uşağın olduğu kimi qəbul edilməsi hansı modelə aiddir? Bu isə sosial modeldir. Hı -hı. Nə Onların deməkdir dəyərli bu? olduqlarını göz önündə saxlayırıq. Hı -hı. Yəni hər bir uşağı olduğu kimi qəbul etmək lazımdır. Yəni uşaq Bəli, qüsurludur özü deyə və biz onu. ətrafı tərəfindən qəbul edilir. Hı -hı. Bəs yaxşı, cəmiyyətin dəyişməz olaraq qalması? Cəmiyyətin dəyişməz olaraq qalması isə tibbi modelə aiddir. Hı -hı. Nə deməkdir bu? Yəni cəmiyyət onları qəbul etmir. Onların xəstə olduğunu ön planda saxlayır və onları qəbul etmir cəmiyyətə. Hı -hı. Düzdür. Deməli, yəni cəmiyyət inkişaf etməyə çalışmır. Bu uşaqları da eyni zamanda inkişaf etdirməyə çalışmır və dəyişməz olaraq qalır. Bəs yaxşı Bəli. desəm ki, uşaqlarda birgəliyin inkişafını dəstəkləmək hansı modelə aiddir? Sosial modelə.
Düzdür. Bilgəlik Orada inkişafını müstəvilik dəstəkləyir. alqışlanır, bilgəlik qəbul edilir. Hı -hı. Bəs problemlərin həllinə çalışmaq? Tibbi model. Problemlərin həllinə çalışırıqsa, yox, sosial model olacaqdır. Problemlərin həllinə çalışmaq da sosial modelə aid olacaq. Ki, yəni burada problemləri həll etməyə çalışır. Sadəcə problemlərin üzərində dayanıb onu daha da böyütmür, daha da göz önünə gətirməyə çalışmır. Neyinir burada? Sadəcə olaraq problemləri həll etməyə çalışırsa, bu olacaq artıq sosial model. Bəs yaxşı, inklüziv təhsilin neçə növü var? Modeli bildik, indi növünü deyək. İnklusiv təhsilin 4 növü var. Diskriminasiya, segregasiya. Yox, mərhələlərini soruşmuram müəllimə. Hansı ki, daxil Daxil olma, olmaları var. daxil Hı -hı. olma, hə, Hı -hı. nöqtəvi daxil olma, hissəvi daxil olma, tam daxil olma. Nöqtəvi, Daxil hissəvi və olma. tam daxil olma. Aha, nöqtəvi daxil olmanın izahını Nöqtəvi verin. daxil olmada belədir ki, bayramlarda, oyunlarda, gəzintilərdə, hissəvi daxil olmada isə fiziki mədəniyyət məşğələsində, rəsm məşğələsində, musiqi məşğələsində, tam daxil olmada isə bütün məşğələlərdə, bütün gün ərzində sağlam uşaqlarla bərabər müəssisədə olurlar, Hı -hı. fəaliyyət göstərirlər. Düzdür. Bunu nəyə görə tənzimləyirik biz? Nəyə əsasən tənzimləyirik? Uşaqların xəstəlikləri ilə əlaqədar olaraq, onun xəstəlik dərəcəsinin nə dərəcədə olduğu ilə əlaqədar olaraq. Həm də adaptasiya olması, onların uşaqların müəssisəyə adaptasiya olması biraz çətin olduğu üçün onlar beləsinə 3 mərhələdən keçirlər. Hı -hı. Düzdür. Yəni artıq bunu biz baxırıq onun dərəcəsinə ki, hansı dərəcədədir və hansı daxil olmaya aid edilə bilər. Mən desəm ki, nöqtəvi daxil olmada əsas məqsədlərdən biri uşağın sadəcə öz yoldaşları ilə oynamasıdır. Bu düzgün fikir olar. Olarız, ancaq sadəcə o deyil. Hı -hı. Sadəcə o deyil. Bəli, əməkdaşlıq ön planda götürülür. Oyun terapiyası da var burada. Hı -hı. Adaptasiya olması üçün lazımdır. Düzdür. Yəni uşaqlarla təbii ki, yəni burada önəmlidir. Nöqtəvi daxil olmada ən önəmli məsələlərdən biri də elə odur ki, uşaqlar yoldaşları ilə oyunlar oynasınlar. Məsələn, bunu xüsusi olaraq edə bilərik, amma sadəcə məqsəd o deyil. Ümumiyyətlə sadəcə sözünü biraz çox götürməyək testlərdə. Çünki çox vaxt demək olar ki, testlərdə sadəcə yalnız sözləri varsa, bu variantlar səhv variantlar olur. Sadəcə deyil. Amma düzdür, ön planda götürə bilərik. İnklüziv təhsilin sağlamlıq imkanı məhdud uşağa faydaları nələrdir? Nələri inkişaf etdirir uşaqda? İlk növbədə cəmiyyətə adaptasiya olurlar o uşaqlar. O uşaqlar da təhsili almaq imkanı əldə edirlər. Uşaqlarla birlikdə sosiallaşırlar. Hər tərəfli inkişaf edə bilirlər. Həm fiziki cəhətdən, həm estetik, həm də idraki cəhətdən, həm də sosial cəhətdən uşaqlarda inkişaf gedir. Başqa? Özlərini dəyərli hiss edirlər. Əsas odur. Düzdür. Özlərini dəyərli hiss edirlər. Özgüvən formalaşır bu uşaqlarda. Sonra məşğulluq problemləri aradan qalxmış olur. Nədir bu məşğulluq problemi? Uşaqlar fəaliyyətlə məşğul olurlar. Hər hansı bir fəaliyyətlə məşğul olurlar. Gələcəkdəki məsələn deyim ki, uşaqların gələcəkdəki məşğulluq problemi, hansı ki, bu nədir? İş problemidir ki, artıq hər hansısa bir işlə, fəaliyyətlə məşğul olmaqdır. Bir var ki, təsəvvür edin, uşaq doğulduğu gündən evdə olur, cəmiyyət içinə çıxmır, heç bir şey öyrənmir. Yəni birdən-birə böyüyür, yəni o necə cəmiyyətə adaptasiya ola bilər, necə bir iş qura bilər, bir işin ardınca gedə bilər, hansı fəaliyyəti yerinə yetirə bilər? Mümkün deyil təbii ki. Bəs yaxşı dedik ki, inklüziv təhsilin təbii ki, sağlamlıq imkanları məhdud uşaq üçün faydaları çoxdur. Bəs yaxşı, sağlam uşaq üçün bu təhsilin faydası varmı? Bu da var. Onların özlərinin nə qədər dəyər, nə qədər elə Bax, məsələn, sözümü sağlam uşaq ifadə üçün edə nə bilmirəm. faydası ola bilər bunun? Sağlamlığının gətirlərini bilirlər. Onlarla emosional ünsiyyət qururlar. Onları yerində özlərini hiss edirlər.
Empatiya, düzdür. Empatiya duyğusu formalaşır uşaqlarda. Çox gözəl vurğuladınız ki, özlərini onların yerinə qoymaq qabiliyyəti formalaşır. Çox gözəl bir fikirdir. Hətta Avropa ölkələrində belə bir texnikadan istifadə edirlər ki, empatiya qurması üçün uşaqların, məsələn, uşaqlara tapşırırlar ki, məsələn, tapşırığı sadəcə bir əlinizlə yerinə yetirin. Tapşırırlar ki, tapşırığı bir əlinizlə yerinə yetirməyə çalışın. İstər-istəməz uşaq o tapşırığı yerinə yetirəndə tək əllə həqiqətən də özünü yoldaşının yerinə qoya bilir, empatiya qura bilir ki, məsələn, mən onu indi elədim, amma o həyatı boyunca o işi bu formada yerinə yetirməyə çalışır və yaxud gözü bağlı şəkildə yerinə yetirməyə çalışmaq. Yəni bu uşaqlarda empatiya duyğusunu formalaşdırır. Ona görə də sağlam uşaqlar üçün də təbii ki, faydaları çoxdur. İlk öncə onlarda empatiya duyğusu formalaşır. O uşaqları başa düşə bilirlər, özlərini onların yerinə qoya bilirlər. Eyni zamanda onlara qarşı qayğı ilə davranmağı öyrənirlər. Müxtəlifliyi görürlər, müxtəlifliyi tanıyırlar. Təsəvvür eləyin ki, heç vaxt məsələn o formada, məsələn, sağlamlıq imkanı məhdud bir uşaq görməyən uşaq yolda və yaxud başqa bir əyləncə mərkəzi, restoran, o yerlərdə o uşaqları görsə çox qəribə qarşılayacaqlar. Yəni o müxtəlifliyi qəbul eləyə bilməyəcəklər. Amma kiçik yaşlardan o uşaqları görmək, onlarla bərabər olmaq, onlarda həqiqətən o uşaqlara qarşı həm qayğı, həm dostluq, həm yoldaşlıq formalaşdırır, əməkdaşlıq formalaşdırır. Onlara hər hansısa bir işdə kömək eləmək uşağın bir şəxsiyyət kimi formalaşmasına kömək eləyir. Bax bu formada. Yəni sadəcə sağlamlıq imkanı məhdud uşaq üçün deyil, həm də sağlam uşaq üçün də üstünlükləri var, faydaları var inklüziv təhsilin. Bəs yaxşı, desəm ki, müəllimə, elə bil qrupunuza siz bilirsiniz ki, qrupunuza sabah məsələn bir uşaq gələcək ki, bu uşaq sağlamlıq imkanı məhdud uşaqdır, amma indiyə kimi qrupunuzda belə bir uşaq olmayıb. Neyniyərsiniz? Öz qrupunuzu, qrupunuzdakı uşaqları necə hazırlayarsınız onu qarşılamağa? Yəni necə İlk, qarşılasınlar ki, bu uşaqlar qəribə içəri girən kimi o uşaq məsələn ola bilər ki, o uşaqlar ona qəribə baxsınlar, hətta gülə bilərlər. Bilirik ki, kiçik yaşlı uşaqlarda belə hallar baş verir. Ona gülə bilərlər, göstərə bilərlər, məsələn, onun qüsurunu üzə vura bilərlər, əngəlini üzə vura bilərlər. Bunların olmamağı üçün məsələn nə edərsiniz bir müəllim kimi? ilk növbədə onları məlumatlandıraram. Əgər video çarxlar varsa, o Hı video -hı. çarxlarla uşaqları məlumatlandıraram. Ya əyani vəsitələrlə, şəkillərlə başa salaram uşaqları. Hazırlayaram onları. Hı -hı. Mütləq şəkildə, mütləq. Yəni çünki bir müəllimsinizsə, yəni təbii ki, sizin məlumatınız olur ki, artıq məsələn sizin qrupunuza necə bir uşaq gələcək və o yöndə artıq qrupunuzun uşaqlarını hazırlamalısınız. Sadəcə həmin gün üçün deyil, elə əvvəldən düzdür çalışmalısınız bu mövzu üzərində uşaqları hazırlayasınız ki, yəni sabah məsələn ola bilər ki, qəfildən də biri daxil ola bilər qrupa və yaxud bir uşaq gələ bilər. O uşağı görəndə artıq uşaqlar qəribə reaksiya verməsinlər. Bilsinlər ki, belə bir şeylər ola bilər. Məsələn, əlinizdə video çarx olmaya bilər, şəkillərdən də istifadə edə bilərsiniz. Şəkillər belə olmaya bilər. Hər hansısa bir nağıl vasitəsilə də bunu eləyə bilərsiniz. Nağılla, izahlarla, hər hansısa bir oyunlarla, sujetli rollu oyunlarla, hər bir şeylə, yəni bu formada uşaqları məlumatlandırmalısınız ki, o uşaq qrupa daxil olanda artıq uşaqlar ona qəribə qarşılamasınlar. Yəni bu normal bir haldır ki, məsələn, o uşağa gülsə, bir uşaq gülə də bilər, göstərə də bilər. Təbii ki, bu uşağı biz egoist uşaq adlandırmırıq. Çünki o uşaqdır, adı üstündə uşaqdır, yəni və hər bir hal baş verə bilər. Yəni onu da hazırlamaq tərbiyəçi müəllimdən asılıdır ki, yəni müəllim onu düzgün şəkildə hazırlamalıdır. Yaxşı Kəmalə müəllimə, çox sağ olun. Sizin dərslə bağlı bir sualınız varmı? Yox, çox sağ olun. Siz sağ olun ki, dinlədiniz. Çox sağ olun müəllimə. Günel müəllimə, davam eləyək sizlə. Günel müəllimə, davam eləyə bilirsiniz? Yaxşı, Xəyalə müəllimə, sizlə davam eləyək. Salam, axşamınız xeyir olsun. İnternet zəif idi. Aha, yaxşı. Yaxşı, davam eləyək. Günel müəllimə, sonra Xəyalə müəllimə sizlə davam eləyəcəyik. Günel müəllimə, siz mənə deyin, məsələn, inklüziv sinifdə, təbii ki, inklüziv qrupda müəllimin qarşısında vəzifələr dayanır ki, bu vəzifələri müəllim düzgün şəkildə yerinə yetirməlidir. Yəni düzgün şəkildə psixoloji, pedaqoji prosesi təmin etmək üçün, təşkil etmək üçün necə olmalıdır bir tərbiyəçi müəllim? Hansı prinsipləri yerinə yetirməlidir?
Müəllim əsasən uşaqların inkişaf səviyyəsini nəzərə almalıdır. Hı. Deməli, onların hər bir təlimi uşaqların inkişaf səviyyəsinə uyğun qurmalıdır. Həmin uşağın güclü tərəflərini diqqətdə saxlamalıdır, zəif tərəflərini inkişaf etdirməlidir. Sonra hər bir tapşırığı uşağa uyğun seçməlidir və onun öhdəsindən gələcəyinə ona inandırmalıdır. Yəni onu inandırmalıdır ki, sən bunun öhdəsindən gələcəksən və bir də onu nə bilirsə, az da olsa, çox da olsa, hər bir biliyini qiymətləndirməlidir. Yəni müsbət şəkildə daha çox şifahi tapşırıqlara üstünlük verməlidir. Belə. Yəni şifahi də ola bilər, yəni praktik tapşırıqlar da ola bilər. Bu artıq Bir də o uşaqlara ən vacib nədir? Yəni nə lazımdır? Sosial bacarıqlar ən çox da ona üstünlük verməlidir ki, uşaqlar sosiallaşsın. mütləq şəkildə. Bir də müəllimin özündə olan xüsusiyyətlər. Bəs müəllimin xüsusiyyəti o, məsələn, uşaqlar üzərində icra etdiyi fəaliyyətlərdir. Bəs müəllim özü siz inklüziv sinifdə dərs deyən, tədris edən müəllimi necə görürsüz? Məsələn, xarakter olaraq, xasiyyət olaraq, xüsusiyyət olaraq necə olmalıdır? Yəqin ki, səbirli, təmkinli. Aha, bax ilk öncə səbirli və təmkinli olmalıdır. Bəli. Çox gözəl vurğuladınız. Sonra Yəni fərdi yanaşmalıdır uşaqlara. bu düzdür. Yəni bunu da dedik məsələn bayaq ki, yəni fəaliyyət olaraq fərdi yanaşmalıdır. Bu da düzdür. Daha Sonra çox sakit mühit yaratmalıdır. sakit mühit yaratmalıdır. Sonra vizual vasitələrdən istifadə etməlidir. Yəni hər bir şey vizual olaraq uşaqlara izah olmalıdır. Yəni əyani vəsait çox olmalıdır. Bilirsiniz, mən nəyi soruşmaq istəyirəm, nəyi demək istəyirəm sizə? Müəllimin özünün qabiliyyətləri. Düzdür, onu bilirəm. Yəni uşaqlar üzərində fəaliyyətlər yerinə yetirir. Bax, məsələn, birini çox gözəl dediniz ki, səbirli olmalıdır, təmkinli Bəli. olmalıdır, düzgün vurğuladınız. Məsələn, mən desəm ki, qətiyyətli olmalıdır. Sizcə bu düzgün davranışdır müəllim üçün? Xeyr. Niyə? Yəni qətiyyətli olmalıdır. O uşaqdan çox şey gözləyir də, qətiyyətli olmaq o deməkdir. Amma onun hər bir biliyinə, bacarığına hörmət eləməlidir uşağın. Yox, mən deməzdim. Yəni qətiyyətli olmalıdır. Məncə düzgün bir fikirdir müəllim üçün. Yəni təsəvvür eləyin ki, yəni qərarında qəti olmalıdır. Yəni dəyişkən olmamalıdır müəllim. Yəni tədris elədiyi fəaliyyətlərdə olsun, fikirlərdə olsun, mütləq şəkildə qətiyyətli olmalıdır. Bəs desəm ki, eyni zamanda müəllim həm zövqlü olmalıdır, həm də ədəbli geyinməlidir. Mütləq şəkildə müəllimdə bu xüsusiyyət olmalıdır desəm, düzgün fikir olar? Bəli, mədəni davranış qaydalarına əməl etməlidir. Etik davranış qaydalarını pozmamalıdır. Düzdür. Bəs desəm ki, daha az sözdən istifadə etməlidir. Xeyr. Çox Məncə danışır. uşağın nitqinə görə, uşağın nitqini inkişaf eləmək üçün daha çox söhbət etməlidir uşaqla. Amma belə deyərdim ki, inklüziv siniflərdə, hətta o biri qruplarda da deyərdim ki, daha az söz, daha çox fəaliyyət. Uşaq danışmalıdır. Bəli, müəllim yox. Müəllim üçün xüsusiyyət desəm, Bəli. yəni daha az söz, daha uyğun olar. Bəli. Yəni, amma daha çox söz hansı metoddaydı? Şifahi metod. Müəllim yönümlü metoddaydı ki, yəni ənənəvi metodda, amma interaktiv metodda isə uşaq iştirakı olmalıdır. Uşaq yönümlü təhsildə, interaktiv məşğələdə daha az söz, daha çox fəaliyyət. Yəni testlərdə də qarşınıza çıxsa sizi çaşdırmasın. Daha az söz deyilsə, yəni bu sizi çaşdırmasın. Desəm ki, müəllim mütləq şəkildə konfidensiallığa riayət etməlidir. Bəli. Konfidensiallıq nədir? Məxfiliyi qorumaqdır. Məsələn, hansısa bir uşağın bir hərəkətini, məsəl üçün valideyn iclasında ümumi valideynlər üçün də deməməlidir. Məxfiliyi qorumalıdır.
Mütləq şəkildə. Yəni sadəcə inklüziv təhsil üçün deyil bu, ümumiyyətlə. Yəni hər zaman müəllim Elə işimizdə də elə olmalıdır. Hı -hı. Yəni mütləq şəkildə bir uşağın, məsələn, bir valideynin bir uşaqla bağlı o bir valideynə, başqa bir valideynə məlumat vermək olmaz qəti şəkildə. Yəni başqa valideynlə bağlı o biri valideynə ümumiyyətlə belə bir şeyləri qorumaq lazımdır, konfidensiallığı. Mütləq şəkildə etik davranış qaydalarını öyrənəndə də inşallah ki, bunları daha ətraflı öyrənəcəyik. Desəm ki, müəllim tez qərar verməlidir. Bu düzgün olar. Uşaq barədə qərar verməyə tələsməli, tez qərar verməli. Tələsməməlidir məncə. Necə bəs qərarına necə verməlidir? Şu an adaptasiya dövrü var da, yəni adaptasiya mərhələsini keçməlidir. Yəni inkişafına uyğun, İzləməlidir. Düşünməlidir, izləməlidir uşaq. Yenə də təmkinli olmalıdır, səbirli olmalıdır.